Zərdabi media xəbər verir ki, Azərbaycandan Ermənistana göndərilən ilk neft məhsulları partiyası ünvanına çatıb. Ermənistanın İqtisadiyyat naziri Gevorg Papayan bildirib ki, Azərbaycan mənşəli 1300 tonal 95 benzini daşıyan 22 vaqonluq qatar Gürcüstan üzərindən keçərək ölkəyə daxil olub. Nazirin sözlərinə görə bu təkcə sülh prosesindən sonra deyil, ümumilikdə müstəqillik dövründə iki ölkə arasında ilk real ticarət əməliyyatı kimi qiymətləndirilə bilər. Məlumata əsasən, Yanacaq Partiyası noyabrın 28-də Qəbələdə Azərbaycan və Ermənistan baş nazir müavinlərinin görüşündə əldə olunan razılaşmadan sonra Bakını tərk edib. İfraz tam kommersiya əsasları ilə beynəlxalq bazar qiymətlərinə uyğun həyata keçirildi. Gürcüstan hökuməti isə tranzit prosesinə dəstək göstərərək qatarın ölkə ərazisindən pulsuz daşınmasını təmin edib. Bu addım regionda sülh gündəliyinin praktiki mərhələyə keçdiyini göstərməklə yanaşı, Azərbaycan və Ermənistan arasında iqtisadi ticarət əlaqələrinin formalaşmasına doğru mühüm addım kimi qiymətləndirilir.